bir tərəfli deyil də. Yəni əslində biz burada demək istəyirik ki, sən şəfa yolunu seçmisənsə, Bəli. bu bədəni deyim ki, hərəkətə gətirdinsə, o deyil. Yox. Fikri Hamısı gətirdinsə, o deyil. Yəni əslində biz bir tərəflə yox, hər tərəfli biz bunları icra eləsək, biz onda şəfalanacağıq. Biz bu işə təzə başlayanda mənə öz müəllimim dedi ki, Kəmal, bu çox məsuliyyətli bir işdir. Mən dedim ki, əsas yəni qazanc olsun falan olsun. Çünki o zaman çox çətin anlardan keçirdim. Mənə əsas qazanc üçün bu işi görürdüm. Bu arada deyim ki, bəzən biz missiya sözünü tez-tez işlədirik. Yəni missiyanı da tapmaq üçün bax bunları şəfalandırmaq lazımdır və siz ən azı öz bolluq bərəkətinizi düzəldib sonra missiyanızı tapa bilərsiniz. Çünki beyin o tərəfə getmir. Çünki beyin yəni tam olaraq o hissi, o yaradanla bütöv olmaq hissini yaşamaq üçün ən azı siz öz istəklərinizin heç olmasa bir neçə faizini yerinə yetirməlisiniz. Və o vaxtda mənə bir söz dedi ki, Kəmal, bu çox məsuliyyətli bir işdir və çox çətin bir işdir. Mən onda onu anlamamışdım. Amma indi artıq 8 ildir bu işin içindəyəm. Başa düşürsən ki, sadəcə bir meditasiya ilə çakranı aktivləşdir söhbəti deyil. Və yaxud da get ata-ana ilə şəfalan söhbəti deyil. Bu dərinə endikcə başa düşürsən ki, sən necə möhtəşəm bir varlıqsan və sən ətrafa nə yayırsan. Baxın, deyirsiniz ki, insanlar deyir ki, pulum yoxdur da. Məsələn, pula gətirək söhbəti də, yəni primitiv söhbətlərdir. Pul yoxdur. Deməli, sənin karmanda yazılıb ki, sən, məsəl üçün, əgər dəyişməsən, aya elə 500 manat qazanacaqsan. Bu sənə öncədən yazılıb. Hər hansı bir hərəkətivə görə, kiməsə elədiyivə görə, nəyəsə görə biz bilmirik. Bu səndə yazılıb. Ya sən onu başlayacaqsan mental səviyyədə, astral səviyyədə, efir səviyyədə yaşamağa və artıq çöküş yaşamağa və daha da pulsuzluğa getməyə, ya da sən deyəcəksən ki, mən bunu dəyişəcəm. Karmanı həmişə mənfidən müsbətə dəyişmək olur. Yəni çünki bu səbəb-nəticə qanunudur. Bəli. Bu sənin ömrü boyu sən belə yaşayacaqsan deyə bir şey yoxdur. Baxın, birinci mənim çakram Muladhara. Gələk çakraya. Mənim həm yer kürəsi ilə, bu haqda danışmışıq, bir də deyim, yadlarına düşsün bizə baxanların. Həm mənim yer kürəsi ilə, həm də mənim bütün mənim bu atmanımlara, ruhumun bu dünyaya bir neçə gəlişi və yaxud da artıq dərsləri almış. Əsl mənim. Bəli. Əsl mənim, yəni yüksək mənimin bütün yaddaşı bu Muladhara çakradadır. Yəni orada sən yer kürəsinə nə qədər gəlmisən, kim olmusan, nə etmisən, kimə əyri baxmısan, kimə düz baxmısan, bütün yaddaşlar bu hamısı burdadır. Düzdür, orada onun yüngül izahını verirlər ki, o kök çakradır. Sən bu yer kürəsində düzgün dayanmaq üçün və yaxud qorxular falan. Onun dərin izahı əslində, yəni sənin bütün DNK-n bəli, hamısı orada. Bu və 7 səni biri yer kürəsinə, burada yer kürəsində elədiklərinə görə sən cavab desən, bu isə səni yaradana bağlayır.